Kütləsi 2 kiloqram olan cismin impulsunun zamandan asılılıq qrafiki verilmişdir. Buna əsasən 0,8 saniyə aralığında cismin neçə metr yerdəyişmə etdiyini hesablayın. İmpuls zaman qrafikinə əsasən sürət zaman qrafikini quraq. İmpuls P bərabərdir mv'dir. Buradan V'ni tapdığımızda P bölünsün M olur. 0,2 və 6,8 saniyə aralığında impuls sabit olub. Bu aralıqlara uyğun sürətləri tapsaq, 0,2 saniyə aralığına uyğun olacaq V bərabərdir 40 bölünsün 2, 20 və 6,8 saniyə aralığında sürətin qiyməti olacaq. Deməli, mənfi 10 bölünsün 2, mənfi 5. Bu hissələrə uyğun qrafiki qursaq, deməli, sürət 20, deməli 0,2 saniyə aralığında sürət sabit 20 və 6,8 saniyə aralığında da mənfi 5 olmuş olacaq. Deməli 2-4 saniyə aralığında impuls 40-dan 0-a qədər düşüb. Deməli eyni ilə sürət də 2-4 aralığında deməli 20-dən 0-a qədər düşəsidir və impuls 4-6 saniyə aralığında deməli sürət impuls 0-dan mənfi 10-a artıb. Deməli sürət də ona uyğun olaraq 0-dan mənfi 5-ə artmış olacaq. V'nin T'dən asılılıq qrafikində gedilən yol qrafiklə T ox arasında qalan fiqurun sahəsinə bərabər idi. İndi biz hesablasaq, deməli ayrı-ayrı fiqurlar olaraq baxsaq, üçbucaq, düzbucaqlı üçbucaq, onda bu hissədə yer dəyişməsi olacaq 40, burada 2 vur 20-nin yarısı, burada 20, burada 4 vur, 4-dən 6, 2 vur mənfi 5-in yarısı, mənfi 5 və burada da mənfi 10. Deməli, cəmi yer dəyişmə bu hissələrin cəmi olmuş olacaq. 60 minus 15, 45 metr. B bəndi.